Selam aleyküm. Muhteşem. Dört yol. Ele geçsek Berdi'ye gelirdik. Gün yeni doğulur, dan yeri sökülür. Böyle tertere gelir. Ama böyle istikamet ardamadı. Bugün Qiyaslı günüdür. Gelirik Qiyaslıya inşallah. Rauf Əhmədov, əsr Qiyaslı. Sabahınız xeyir olsun. Ha. Məqsəd Sadıqov, əsr Qiyaslı. Özünü de dedi. Qəmbər Cəbrayılov. Cəbrayılov. Ümid yoxdur Qiyaslıya qayıtmağa. Otura Qiyaslı. Amma Allaha qurban olun, bu günə min şükürlər olsun. Qiyaslı Qəmbər. Bax, bu da təzə qəsəbələr. Burada da cəmaat. Vaxtında məcburi köçkünlər, Həyat bacı olur, qapı olur. köçkünlər üçün tikilən qəsəbələrdir. Evlərdir. Özdü, büzdüdür. Bax, belə. Nə qəşəkdir. Piyada körpüləri Hamı sağlıqlı. olacaq burada, hamı burada Namık salam ay Namık. Sabahınız xeyir, Aymiri. Heç kimdə yoxdur. Qəsəbəyə gedən yollar. Qohumlar, əqrabalar, hamısı oradadır. Hamısı da öyle ama var da. Və belə. Biraz çınardıq. İndi dəqiq mən də bilmərəm haradaydı. Amma buralar deyil də, bura qatar stansiyasıdır. Şlagbaum haradasa buralardaydı. Gedirik. Bax, belə yaxınlaşırıq. Propusnoy punkt. Bəh. Gedirik amma. Xaçın çay budur, qağa. Xaçının köyü, orada da Xaçın çayı. Boşuna dön. Hayır o da kasın sahibi. O, Da Xaçının köyü. kimdir də o? Gələk besinlərdən sonra şey. Rəhim abi. Ne yaxşı kəsim ermanam var. Bütün qərvətli dostlara Allahın salamı olsun. Qohumlara da. Hamısına. Avtobus, astanovkaları, dəmir yol keçidi. Bəh. Gözəl bağlar salınır. Gözəl bağlar salınır, maşallah. 14 kilometrelik dağılma. O qədər bu dağlara baxıb, Xeyriyə bilmirsən. dağlara baxıb sızıldamışıq. 27 il. Bu günlərə şükürlər olsun. Bax, bir kənd oradadır, təzə salınan. Bir kənd o deyir oranı. Bax, belə. O tərəfdən gələndə o dağ silsilələrinə baxırdıq. Uzun dərə. Ağdamın adlı sanlı yerləri. Salif de. Uzun dərə. Bəh, çatılır. Kimin qəbirstanlığı? Bu qəbirstanlıq kimin? Şəhidlər xiyabanıdır bu. Allah qəni rəhmət eləsin hamısına. Bütün şəhidlərimizə. Ali Baş Komandanın kürəyində dursun, ordumuzun kürəyində dursun. Oxuyurduq burada uzun dərə boyunca. Hop bala. Həqqədə pambığa gedəndə burada. Bəh. Sağ qurban olmaya Allah. Şükürlər olsun sağ ya Rəbbim. Öz yerimizdə, yurdumuzdayıq da. Düz gedirik. Yemezden getir. O maşın arkasında. Yol var. Ha? Oran da gelir. Şeymişler. Niye olmur, olmamış olmaz. Dolar, he.
Ondan düz sonra Ağdam'a gedir. Buradan da Xankəndi Şuşalasın Abxadnoy Xıdırının üstündən. Belə deyək, Dədə Baba dilindən desək, Dədə Baba Qumlu yolu. dərənin boyunca Hamısı bizim gedir arkamızda çıxır o yola. gəlmiş. Bəli. Hamısı. Gözəl də yollardır vallahi. Gəlir. İlahi, burada nə iyiydi adamı vurur. Bu neydi ha? Nə Yoşanın iyiydi, iyi. Yoşanın iyiydi. Hansı karşı birbirine? Əsgəran, əsgəran. Sərin ay dadim bax, bu nədir belə ilahi pərvərdgar. Cənnət idi, cənnət. Açığın deyim, biraz orientirovka eləmək çətindir. Amma qiyaslılar gözəl bilirdi burada. Qumlu dərəndə, Qaznağı da, çimmək yerində. Xıdırlı ağarır o tərəfdə. Şükür Allah'a, Xıdırlı hazırdır. Az bir vaxta gələcək, köç olacaq. Hamının başına gəlsin. Amin. Sağ qurban olmay Allah. Xıdırlı kəndi də qəşəng görünür burada. Dağlarımızla görüşür burada. İnşallah kənddən başlayıb dört yol. Sola gedəcəyik. Sola gidecek. Belə. Bütün Asfalt değil. space texnikanın hamısına startı. Maşallah. Sağa bir sağa. İşleyir ve yapıyor. İşləyir quruq. Quruqdur. Belə gözəl bir quruq da yaradıblar. Lap təzə asfaltda çəkilib. Bax belə gözəl. Qəşəng də çəkilib. Space texnika hamısı da buradadır. Maşallah. Buna bağlayayım. Arkasına bağlayayım. Niye bu gedirdi? Yok, bu da geçmir dersin. Maşınları. Bir oradan gidip fırlanmalıydık. Bu sabaha beceri. Bir buradan, yok geri kay, geri kay. Sağ. Texnikalar dayanıb hamısı. O tərəfdə də dayanıb, Qiyaslıya tərəf. Şahbulaq tərəfdən belə də. Hamısını aslardı. Qəşəng də quruqdur. Bax belə. Şahbulaq tərəfdən giririk Qiyaslı kəndinə. Şahbulaq tərəfdən. Traktorlar nə tər dayanıbsa estər. Düzleyecek. Düzleyecekler. Hamısı düzleyecek. Səhər-səhər saat neçədir görəm. Saat 5. 55, 6'ya 5 dakika. 6'ya 5 dəqiqə qalmış ya haqq Allah. Ya haqq ya Resulallah. Girdik Qiyaslı kəndimizi. Akasiyalardı. Orada da Xıdırlı kəndi. Salam aleyküm ay Xıdırlılar. İnşallah tezliklə gələsiniz kəndinizə. Sağarınız bizim başımıza, Qiyaslıların başına. Bir sene de yok. Burada biz yaxşı bir Bak, Qiyaslı'nın evləri. Eyvazgil'in evləri də baxırlar. Aptal. Bu da gözəl Qiyaslı kəndimiz. Bu günlərə min şükürlər olsun. Min şükürlər olsun. Nə qədər dağılsa da, nə qədər əziyyət çəkmişiksə də, 10 qat çəksək də ona dəyən işlər olub. Erməni dığası ərazilərimizdə yoxdur. Xankəndində, Ağdərədə, Hadrutda, Göre ara gelmiş. Bəhdə, Xoramurtda, nə bilim saydıqca şərəfsizlər. Ona görə də qurban olma Allaha. İndən belə ki, pakaleniyalara ölür. Rahat demək olar ki, vətənimiz cənnətli, vətənimizdə yaşayın. Allah həmişə xalqı mehriban eləsin.
heç hansı bir küyə getməsin. Özümüz özəlimizlə eləməyək. Dövlətimizə qarşı nə isə. Bu stolbalar bizim bastır. Xıdırda tikilib. Onun yönü dəyişir. Məscidimizin minarəsi də gözəl görükür. Bura qiyasının poştuydu. 50 adam gəlsə böyük. Belə bura qiyaslı məscidi bəh və sağ 50 adam qurban gəlsə olmay böyük. Allah. Şükürlər olsun. Bu mescid hər şeyi gördü, yaşadı. Hər şeyi gördü, yaşadı. Necə talan olundu bu kənd, necə? Əvvəl nətər tikildi, sonrası nətər bağlandı. Ha, buranın da Burada prezident nələr oldu, hamısı. göstəriş verdi, tikdilər. Bəli, bəli. Bu da müqəddəs Məsciddə qiyaslı kimlər oldu? təpəsi. Ələskərəni, hardasan? Allah hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Cəmi dünyasını dəyişmişlərimizin hamısına qəni-qəni rəhmət eləsin. İndi at çəkməyə ehtiyac yoxdur. Bura kimin evidir, bura kimin evidir. Ruhu. Ölənlərimizin hamısına Allah qəni-qəni rəhmət eləsin. Gedib gələcək. Burada torpaq dökülüb. Əvvəldən məlumat verilmişdi. Allah verdi əminin evidir. Dünənləri görüşmüşük. Bax bura. Gedək. Gedək. Salam aykırım. Rafik qabaq açasın. Hay Rafik. Gəl çexaş görək. Azər Babayev. Yatma ay Azər Babayev. Görək. Yaxşı girmişik qiyaslıya. Səhər-səhər gün hələ bax indi buludların dalından çıxacaq. Yollar rahatdır. Amma biz gedirik. Yox, oğlumdur, hökumətin işi də bu. Torpaqlar tökülüb. Büyüzə amma aradan maşın keçməyə darıskal yol var. Bura bağçanın aşağısıdır belə də. Yox, şu enişi. Hər öz tərəfinə belə deymək. Yaxşı belə getmək istəyir də. Bizi də qozun dibi çəkir. Qozun dibi çəkir, hə? Bizim olan çəkir. Bizimki oradadır. Hərənin öz mətəsi olub da belə deyək. Bizimki oradadır qardaş. Bir bax, neymət girməlidir. Sonra Quba var idi. Ha, Quba, ay sağ ol. Maşallah, tanıyırsan amma polkovnik. Sonra biraz Amma mina işarələri var. var ha. Mina işarələri var ona görə də. Bilmək olmaz dünya. Hələ bilmək olmaz, bəlbət. O kadar öyle gizlənənlər var ki. Sonra Yusuf geliydi bilmirdi. Yo. Ya, Ya. Yusuf. Halda xala gülməkdir, qurban gülü, Rabir gülməkdir. Allah hamısına gəl rəhmət eləsin. Biz o tərəfdə Elşah gilin evidir. Azər gilin evidir, Kamal əmgilin, Əfqan əmgilin evidir. Bu üstü şeydə, Pesicilin eviydi bu. Bax bu tərəfdə də Zeynəb xala gilin evi. Evlər bir qarma qarışıq olubdur, bax bu da Elmiranın eviydi, bəli. Bizim həkimimiz hamı tanıyırdı. Rafik deymişdi ona, amma bu Fərman əmgilin evidir. Burada Qozun dividir, burada Bakirgilin evidir. Buralarda saxlamaq olar. Vəssalam, bizimki oradır. Allah hamd olsun. Nə tərdə torpağını iyi vurursa adamı. Burada rəhmətli Həsən əminin eviydi. Hər tərəf görükür ey. Buradan durursan mescid, Xıdırlı kəndi. Bax belə. Ağdamın kranları görükür.
Düzdür, belə çətindir görmək. Şükür Allah'a gəlmişik, çatmışıq. Gözəl doğma yurdumuzdayıq. Kəndimizdəyik, düz qozun dibindəyik. Çağır Aymamoğlu eşitmədi. Birincisi mənim adım Qəşəmdir, Raqub. Ay Kənan, ay teritoriya, ay məhəllə, ay qozun dibi, Gəlin, ay gəlin. qonşular, hardasız, ay cəmaat. Mən üşümürəmsə deməli hava yaxşıdır. Ay yaxşıdır. Damcılıyır arada bir. Bax belə. Qozun dibi. Qozun dibindən başlayaq getməyə. Evlərimizə tərəf. Evlərimizə tərəf Həsən əmgilin eviydi. Bura Allah qəni rəhmət eləsin. Bura Qəmbəroğlu Əlinin eviydi. Marosa xalagilin eviydi. Allah qəni rəhmət eləsin. Dəfələrlə buranı gedən də hamı deyir. Dair belə bir daha heç bəlkə də deməyə də ehtiyac yoxdur. İlahi kətdən nə gözəlliyi gəlir. Allah hamd olsun. Ay dadı bir dad. Gözəlliyə bax eyvallah. Kaş elə bax o. İyi də düşeydi bu ekrana. Vallahi. Bak bu evde Zeynep halacının eviydi. Bak böyle. Bu ev Raufşil'in eviydi. Raufşil'in evi. Evvelki kadırlarda ayrı zürtüşüp. Bak diyor orada Mehmet Bey'in eviydi. Burada İlyas Mellimgil'in eviydi. O tarafta Göycəmigil'in aralığında biraz derinlikteydi onların evi. Böyle. Hayali. Aksaqqal. Ve burada sənin evin yeriydi. Elə həməşə qoy kafel, plitka, hamısı. Hamısı bak burada. Bu da plaşatka. Qəşəng Narzad əmələ gəlib amma. Burada Düymə Xalagilin evidir. Oruçgilin, Nizamegilin evidir. Amma elə bil meşə kimidir ha. Elə bir şey əmələ gəlir. Bu da beton zabor. Burada Mövsüm əmgilin evidir. Urbaba Xalagilin. Arif Həkimin evidir. Bak burada İsmail Müəllimin evidir. Sonra Xalagilin evidir. Ədalətgilin evidir. Biraz o tərəfdədir. Bak belə. Bak bu Ədalətgilin eviydi. O tərəfdəki Əntiqə Xalagilin eviydi. Bak bu yer. Rəhmətli İsa əmigilin həyətiydi, evlətiymişdi birdən kimi. Zaborun qutaracağı. Buradan belə, burada Mazahirin yol yeriydi. Düşürdüz aşağı. Haydi hadi bir daha. Demirəm ya adam gidə bilmir. Fızıllıqda amma qəşəyincil ağaçları var. Hərə indi bir tərəfdədir kəndin cəmaatının. Bax bura. Bax deyir, bax o. O ev Hümbət əminin eviydi. Bu da köhnə evləridir. Aftaf xala. Ay Tahir, Seul'dan gel Ay Tahir. Gel. Bak burada bizim evimizdi. Bu da bizimkidir. Molla Ələsgərin evi. Bu da bizim incilimizin yerində əmələ gələn incildir. Payızda gələndə yedim bu incildən. Qəşək yedim. Buradan da bak belə
Kerem əmgilə, bax bu turbanın üstündən Rəhim əmgilə, bax belə Ənvər müəllimgilə bir aralıq gedirdi buradan. Bax bu da bizim hovuzumuzdur. Elə tuvalet olmaz. Buradan da Məqsədgilin yolağı idi. Amma indi heç nə qalmayıb buradan, heç darvazanın yerini də axtarmaq olar. Bax bu. Bu evgilə xalagilin eviydi, Yusuf əmgilin. Bax bu evin biri Rafael'in eviydi. Bax bu tərəfdə də Əhməd əmgilin, Gülzada xalagilin evi. Belə. Bu Gülzada xalagilin. O Rafael'in. O Rafael'in, o da Gilə xalagilin. Gilə xalagilin. Qoy girmək həyətimizə. Dünyanın işin bilmək olmur. Bir də görəcəyik ki, daha buraları düzdüyüblər heç. Səmtin də bilmirsən ki, haradır səmti. Bax, pilləkənimiz idi. Bir balaca çılığın adam yalanı yoxdur. Ürpənir. Birdən. Bax, burada. Keçən dəfə gələndə bu güllər nə tər açmışdı ilahi. Belə, o da mamamgilin evidir, Məqsədgilin evidir. Hüseyin əmgilin, Quban mamgilin. O talaq da nə tər qalxıb quruyubsa da, amma hamısı şirin alaqlardır ha. Vay, mal heyvanı boşlayasan bura. Bir ayın içində olar nə. Bax, öz həyətimizdən, öz qapımızdan. Hamıyallahın salamı olsun bütün qiyaslılara, bütün qaşqınlara, elindən, obasından olanlara. İnşallah gün o gün olsun. Bax, bütün o dağılan kətlərimiz, şəhərlərimiz hamısı bərpa olsun. Allah hamıya da səbir versin. Kimin qismətində olacaq, heç bir fərqi yoxdur. Allah hamımızın bura gəlib yaşayanları da xoşbəxt eləsin. Ən əsas bir şey var ki, yerimiz, yurdumuz tərtəmizdir. Yoxdur bir dənə şərəfsizliğə. Bax belə. Belə. Buna da min şükür olsun. Qayıtdıq, quru torpaq. Quru torpaq. Belə. Ananın otunda gözəliyi, qoxu var valla. Əlini belə vurursan, iyiliysən, ay dadı bidat, bu nə iydi belə. Bəh, bəh, bəh. İndi çox yerdə heyləyikləri allıq, belə deyim. Heç nə, hamıya Allahın salamı olsun, Mamoğlu, Məqsədlə, Raufla, salamlayırıq düz evimizin yanından. Qonumu, qonşunu, eli, obanı, cəmaatı hamını. Sabahınız xeyir olsun, sabahınız xeyir olsun. Bir çağırış eləyək. Gəlin ay qürbətli olanlar. Gəlin göz. Ən əsas odur ki, gələsiniz. Öz evimizin yanlarında gəzirik. Hərlənirik. Nə qədər uçulsa da, nə qədər dağılsa da, nə olsa da, onun hamısı olub gedir. Arif gibi. Həkimgilin evidir. Aralarındakı zavar Görürüm ya. O qədər. Bax belə. Darvaza buradan idi. Parça teli. Bak oradan ora. Kəsiblər. Orada da bir tut var idi. İşte. Gəlib elə bu vaxtında buranı belə görməyin özü də yaxşıdır valla. İşte. Hamıya Allahın salamı olsun. Gəlmək, yaşamaq da hamımıza nəsib olsun. Nə bilim, qurban olma Allaha. Görək.
Amma fərqi yoxdur. Gəlib belə görməyin özü də gözəllikdir. Bax belə, hələlik. Belə deyək. O nədir? Burada deyildilər, Nazlı xanlı. Allah verdinin evi, Arazgilin evi. Əlamdargilin evidir, hə. İşğalagilin evidir. Hə, bu tərəfdə, hə, heydi. Babşim. Buradan da dönürük. İdariyə tərəf, məktəbə tərəf döndük. Sadalamayız ki, hakimlərin evidir. Allah ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Bir də səftəriyə yalanı yoxdur, çox dəyişiklik olur. Bizim üçümüz də kətdə az yaşamış adamları. Dəyişib. Kəndin son vaxtında tikilən evlərdən heylə xəbərimiz yoxdur. Açığı elə bil heylədir. Biz heylə bilmirik. Ermiş Halagil'in eviydi, Vakıfgil'in eviydi, Erçingil'in eviydi. Sonra Aydıngil'in eviydi. Ondan sonra Novruz'un eviydi. Bak bu tarafta, bak bu tarafta. Ben de bu tarafta dərinə getməyəcəyik. Sultan Məllimgil'in eviydi. Bak bu Novruz'un eviydi. Allah rahmet eylesin. Bura Sultan Məllimgil'in eviydi. Bura Taftıq əmgilin eviydi. Bak bu beton zavod. Burada yolu indirdi. Bura idarədir. Sultanın evi budur. Yoksa bu Yok. uşaq, bu Stalov evi. Stavrolaydı. İdarenin qabağıydı. Bu Sovet sədrinin binasıydı. Yoksa neyse. Neyse. Bir tərəfdən də Keştazlının evləri görükür. Burası Stalova buraydı. Bu tərəfdə mağaziniydi. Sultanın evi Fəridə işləyirdim magazində. Bura məktəbin həyətidir. Bura nə olub abi? Belə kubik var burada. Erməni spet elədik. Məktəbin yolkalarından məktəbin həyətinə girmək. Bura Fızıllıqdır ki. Abbaslı Keştazlının yolundaydı. Hamam, kalon. Burada evlər də tikilmişdi. Nələr, nələr. Bura iyice Keştazlı. Keştazlıdır. Ana yurdum, ana vətəni. Ana vətəni Keştazlı. Ayna getmir. Orada su əmələ gəlmişdi. Buradan belə Mənaf əmgilə, Hacı Məllimgilə gedirdi. üstüne keçir. Bura Dərmançı Allah verdinin eviydi. Qəşəfizi buradan da Ax gedirdi. Arxın bax yerindəyik. Buradan belə girirsən Keştazdı, dalçı gedirsən ət yeməzdi. Ət yeməzdi. Belə. Geçen dəfə bu tutman boyunca yemişdim ama. Biraz da rəl gedirsən. Burada rəhmətli Ərsatgilin eviydi, Şəmsəddingilin. Biraz da gedirsən Qəninin doqqazı. Allah hamısına qəni rəhmət eləsin. Qənəmiyə, Mətləbə, Kərəmə, hamısına. Buradan da belə
Dayımgilləri, xalamgillər hamısı buralarda olurdular. Keştazlı. Bunu da mənim daim uşaqları bax bura bastırıb Niyazigil. Allah köməkləri olsun. Bak buradan da belə dönürdüm. Üzü ət yemezliyə. Əskər dayımgildə biraz rəldə vurdu. Münasif xalamgil, Stara xalamgil. Hamısı. Bak bu Səfər Aləmgilin evidir. Münasif xalamgilin evidir bu. Halid'in ata eviydi. Hansı? O Bu. da Halid'in öz eviydi. Esma'nın. Halid'in ata evi. Bu evdə Əskər dayımgilin evidir. Nurugil. Belə. Aralığa yüce həyətə zada keçmək olmur. Bu da Xalidgilin evidir. Gözüm buydu Halid'in ki. Yoksa bu ata eviydi o bir da. Ha, iyiydi de. Traktör. Park idi de, parkın zaboru görüşür. De elə. Biz kətdə çox olmadıq deyim belə. Yaxşı. Bələt döyülük. Belə. Keştazlının içindən də bütün Keştazlı cəmaatına Allah'ın salamı olsun. Bir sözlə, Allah hamının canını sağ eləsin. Keştazlı, qıyaqçı, ətiməcli, nə fərqi var? Hamı qayıtsın doğma yerinə, yurduna. Buradan dağ da qəşək görükür. Hara baxa bilirdin əvvəllər belə. Ağaçlar imkan verməzdi. Bir qəşəkdə gün çıxır amma bu günlər. Ləzzət deyil, ləzzət. Allah hamd olsun. Kəndin də bir qəşək ləzzətli. İyi var, qox var ki, adam ləzzət alır da. Bax bu Keştazlı'nın qəninin doqqazından da hamıya Allah'ın salamı olsun. Qalanlara can sağlığı. Gün o gün olsun, hamı sağ salamat qayıtsın, gəlsin vətəninə. Harda olduğundan asıl olmayaraq. Belə. Hamıya da Allah'ın salamı olsun. Hələlik, bax belə. Belə deyək. O ne de? Burada deyirlər, Nazlı xanımı. Vallahi Allah verdinin evi, Arazgilin evi. Əlamdargilin evidir, İşğalagilin evidir. Bu tərəfdə, heyli. Babşim. Buradan da dönürük. İdariyə tərəf, məktəbə tərəf döndük. Sadalamayıcı hakimlərin evidir. Allah ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Birdən səftəliyə yalanı yoxdur, çox dəyişiklik olur. Bizim üçümüz də kətdə az yaşamış adamları. Değişip. Kəndin son vaxtında tikilən evlərdən heylə xəbərimiz yoxdur. Açığı elə bir heylədir. Biz heylə bilmirik. Ermiş Halagil'in eviydi, Vakıfgil'in eviydi, Erçingil'in eviydi. Sonra Aydıngil'in eviydi. Ondan sonra Noruz'un eviydi. Bak bu tarafta, bak bu tarafta. Ben de bu tarafta dərinə getməyəcəyik. Sultan Məllimgil'in eviydi. Bak bu Noruz'un eviydi. Allah rahmet eylesin. Bura Sultan Məllimgil'in eviydi. Bura Taftıq əmgilin eviydi. Bak bu beton zabor. Burada yol indirdi. Bura idarədir. Sultanın evi bu değildi. Yoksa bu Yok. bu Stalov evi. Stavrolaydı.
İdarenin qabağıydı, deyib bu Sovet sədrinin binasıydı, yoxsa nəysə. Bir tərəfdən də Keşdazlının evləri görükür. Burası Stalova buraydı. Stalova, bu tərəfdə mağaziniydi. Sultan evi. Fərdə işləyirdim magazində. Bura məktəbin həyətidir, Bura nə olub abi, belə kubik var burada. Erməni üspət eləməyib. Məktəbin yollarından bura. Məktəbin həyətinə girmək. Bura Fuzulluqdur ki. Abbaslı Murjit. Keşdazlının yolundaydı, hamam, kalon. Burada evlər də tikilmişdi. Nələr. Bura yüce Keşdazlıdır. Keşdazlıdır. Ana yurdum, ana vətəni. Ana vətəni Keşdazlı. Ayna getir. Orada su əmələ gəlmişdi. Buradan belə Mənaf əmigilə, Hacı Müəllimgilə gedirdi. Üstüne keçir. Bura Dərman Allah verdinin eviydi. Şəfizi buradan da Ağ gedirdi. Arxın bax yerindəyik. Buradan belə girirsən Keşdazlı, dalça gedirsən ət yeməzdi. Böyle. Geçen defa bu tutmanda oyuncan yemiştim ama. Biraz da rəl gedirsən, burada rəhmətli Erşadgilin eviydi, Şəmsəddin Gilin. Biraz da gedirsən Qəninin doqqazı. Allah hamısına qəni rəhmət eləsin. Qənəmiyə, Mətləbə, Kərəmə, hamısına. Buradan da belə daimgilləri, xalamgillər hamısı buralarda olurdular. Keşdazlı. Bunu da mənim daim uşaqları bax bura bastırıb, Niyazigil. Allah köməkləri olsun. Bak buradan da belə dönürdün. Üzü ət yeməzliyə. Əskər daimgildə biraz rəldə vurdu. Münasib xalamgil, Stara xalamgil. Hamısı. Bak bu Səfər Aləmgilin evidir. Münasib xalamgilin evidir bu. Halid'in ata eviydi. Hansı? O Bu. da Halid'in öz eviydi. Halid'in ata evi. Bu evdə Əskər daimgilin evidir. Nurugilin. Belə. Aralığa yüce həyətə zada keçmək olmur. Bu da Xalidgilin evidir. Diyorum buydu Halid'in ki. Yoksa bu ata eviydi o birisi de. İyiydi de. Traktör. Park idi. Parkın zaboru görükür. Də elə. Biz kətdə çox olmadıq deyim belə. Yaxşı. Bələd döyülük. Belə. Keşdazlının içindən də bütün Keşdazlı cəmaatına Allah'ın salamı olsun. Bir sözlə, Allah hamının canını sağ eləsin. Keşdazlı, qiyaqçı, ət yeməzli, nə fərqi var? Hamı qayıtsın doğma yerinə, yurduna. Buradan dağ da qəşək görükür. Hara baxa bilirdin əvvəllər belə. Ağaçlar imkan verməzdi. Bir qəşəkdə gün çıxır amma bu günlər. Ləzzət deyil, ləzzət. Allah hamd olsun. Kəndin də bir qəşək ləzzətli. İyi var, qox var ki, adam ləzzət alır da. Bax bu Keşdazlı'nın
Qəninin doqqazından da hamıya Allahın salamı olsun. Qalanlara can sağlığı. Gün o gün olsun, hamı sağ-salamat qayıtsın, gəlsin vətəninə. Harda olduğundan asılı olmayaraq. Belə. Hamıya da Allahın salamı olsun. Hələlik bax belə.